Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve laqad saddaqa aleyhim iblisu zannehu fettebi'uhu illa fariqan minel mu'minin. Sadaqallahul aliyyul azim. Əziz mömin qardaş və bacılar, hamınızı salamlayıram. Allah Taala'dan diləyirəm ki, inşallah keçən ay o tutduğunuz oruçlar və etdiyiniz dualarınız qəbul olsun. Bugün istəyirəm bir dənə əsaslı məsələ haqqında söhbət eləyək. Ramazan ayında çox danışılan məsələ haqqında. Çoxlu hədislərdə gəlib ki, Ramazan ayında Allah Taala şeytanı, iblisi insanlardan uzaqlaşdırır və onun qolunu, əlini bağlayır, qarşısına alır. Və şeytan Ramazan ayından sonra azad olur ki, insanları yenə də yoldan çıxarsın. Ondan çox ehtiyat eləmək lazımdır. Şeytanın vəsvəsələrindən uzaq durmaq lazımdır və şeytanın barəsində inşallah istəyir bir gün söhbət açaq. Əvvəldə oxuduğum ayə Səbə surəsinin 20-ci ayəsidir. Allah Teala buyurur: Bismillahirrahmanirrahim. Şeytan və laqad saddaqa aleyhim iblisu zannehu. Şeytan və iblis elə bir varlıqdır ki, insana güman elədiyi və səhv bildiyi əməlləri yaxşı göstərməyə çalışır. Səddaqa yəni haqq və düz göstərməyə çalışır. Şeytanın insanı aldatdığı yollarından biri də budur. İnsana elədiyi günahları və səhvləri düz və haqq göstərməyə çalışır. Fəttəbiuhu. Şeytana tabi olarlar insanların çoxu. Allahına da şeytan hiləsinə. İllə fəriqan minəl mu'minin. İllə ki, möminlər, müxləslərdir ki, şeytanın hiləsindən xəbərdar olarlar və şeytana tabi olmazlar. Yəni, bu ayəyə görə və Quranda çoxlu ayələrə əsasən şeytan və iblis heç çalışarlar ki, insanı haqq yoldan, düzgün yoldan əyri yola və günah yola çəksinlər. Bir dənə yolu da budur ki, insanın səhifini ona gözəl göstərməyə çalışırlar. Peyğəmbərdən və məsumlardan şeytanın əməlləri haqqında çoxlu hədislər var. O cümlədən İmam Baqir əleyhissalam, Peyğəmbərdən sonra 5-ci xəlifə. İmam Baqir əleyhissalamın hədisində gəlib ki, şeytan insana nüfuz eləmək üçün, insanı haqq yoldan uzaqlaşdırmaq üçün 4 dənə yoldan istifadə edir. Birincisi budur ki, insana arxadan gələr, ya insana öndən gələr. İnsana öndən gələndə insanı axirətə nisbətdə qəflətə salmağa çalışar. Qəfləti də bu cürədir ki, axirətin məsələlərini yüngülləşdirməyə çalışar. İnsan bu dünyada yaşayır, elə bilir hər şeyin dəyəri elə bu dünyadır. Amma bir halda ki, axirət ondan dəyərlidir. Bəzən insanları şeytan o cür anladır ki, hələ görməyibsən, hələ vaxtın vardır, fürsətin vardır. Axirətin məsələlərindən qəflət etdirməyə və insanı axirətin nisbətdə yüngül göstərməyə çalışır. İmam Baqir əleyhissalamın hədisidir bu. Ki, insana öndən hücum eləyəndə ona axirətin nisbətdə qəflətə salmaq istəyir. Bu birincisi. İkincisi budur ki, İmam Baqir əleyhissalam buyurur, insana arxadan hücum eləyər şeytan. Bu cürə hücum eləyər ki, insana dünya məhəbbətini daha çox böyütməyə çalışar. İnsanın varlığında, yaşayışında, həyat tərzində dünya məhəbbətini onun canında çoxaltmağa çalışar. Bu cürə ki, insana deyər ki, var dövlətini çoxalt, hamıdan daha yaxşı yaşa və hamıdan gözəl yaşa. Yəni, sərvət topla və heç kimə də xarışlama ki, var dövlətin azalsa, özün sıxıntıya düşərsən. Bir halda ki, Allah Taala Quran-ı Kərimdə buyurur ki, şeytan sizi xərclamaqla və sizi xərclədikcə azaltmaqla qorxudar. Bir halda ki, ruzinizin, nemətinizin, qazancınızın artmasını istəyirsinizsə də Allah yolunda xərcləyin ki, Allah həm bərəkət versin, həm də çoxaltsın. Bu ikincisi. Üçüncüsü budur ki, şeytan insana sağ tərəfdən hücum eləyər. O cürə ki, insanın dinində şübhə yaradar. İnsan dinində zəiflik göstərər. Bir halda ki, çalışmalıyıq biz dinimizi və dindarlığımızı möhkəm tutaq. Bəzən insan məsələn istəyir ki, gedə məsciddə namazını qıla və ya məsələn istəyir ki, cəmaatla namazını qıla və ya istəyir ki, namazını vaxtında qıla. Şeytan insana bu cür hücum eləyər ki, nə fərqi var ki, məsciddə qıldın, yoxsa evdə qıldın. İndi də bir saat sonra qılarsan. Bu cür şübhələrdən insanı dinindən və dindarlığından uzaqlaşdırmağa çalışar. İnsanın sağından bu cürə insanı
vəsvəsə edər, insanın dinini zəiflətməyə çalışar. Heç zaman dini hökmləri və dini tapşırıqları yüngül tutmayaq ki, inşallah ki, möhkəm dindarlıqdan Allahın razılığını və Allahın diqqətini özümüzə çəkə bilərik. Üçüncüsü və dördüncüsü budur ki, şeytan insana sol tərəfindən hücum edir. İmam Baqir əleyhissalam buyurur ki, şeytanın insanla 4 cür işi var. Biri insanı önündən gələr, qavan qarşısından gələr, deyər ki, axirətin məsələləri sonra düşünərsən, insana dünya məhəbbətini artırmağa çalışar. Üçüncüsü dedik ki, budur ki, insanın dindarlığında şübhə yaratmağa çalışar və dördüncüsü, sonuncusu da budur ki, insana soldan hücum edir. O cürə ki, insana deyər ki, bəzi səhiflər var, eybi yoxdur, bu dəfə ildən sonra tövbə eləyərsən. Yəni, insana dünya ləzzətlərinə və dünya şəhvətlərində insanı qərq eləməyə çalışar. Və bu da ən böyük təhlükəli məsələlərdəndir. Gələk biz Allahın qadağan etdiyi və Allahın bəyənmədiyi əməllərə nisbətdə çox diqqətli olaq və Quran-ı Kərimin çoxlu ayələrində ki, Allah buyurur, "Vəttəqullah", Allahdan qorxun. Allahdan qorxun elə mənası budur. Haram olan və Allahın tapşırdığı uzaqlaşması vacib olan əməllərdən gələk ki, uzaq duraq. Bəli, əziz dinləyicilər, bu İmam Baqir əleyhissalamın hədisi idi ki, o Ramazandan sonra azadlığa buraxılan şeytan və iblisdən çox ehtiyatlı olmaq lazımdır ki, insana 4 cəhətdən hücum edir. Bu 4 dənə cəhətdə diqqətli olsaq, inşallah Ramazanda qazandığımız savabları və imanları inşallah qoruyub saxlaya bilək. Birdən bir nəfər sual verə bilər ki, şeytanın qarşısında, şeytanın hilələrinin qarşısında, hücumunun qarşısında necə möhkəm dayanmaq olar? Quran-ı Kərimdən 3 dənə ayə seçmişəm ki, bu 3 dənə ayəyə diqqət eləsək, inşallah şeytanın təsirləri bizim üstümüzdə təsir eləyə bilməz. Şeytanın addımları bizdə heç bir mənfi təsir buraxmaz. O da budur ki, 3 dənə yol tapmaq olar. Birincisi, Bismillahirrahmanirrahim, Əraf surəsinin 201-ci ayəsi. Allah Teala bu ayədə buyurur ki, şeytanın və nəfsinizin əməllərindən amanda qalmaq istəyirsə də, onda Allaha çoxlu zikr edin. Allahı zikr edin ki, inşallah Allahı zikr eləməklə, Allahın mərhəmətini özünüzə cəlb eləməkdən şeytanın vəsvəsələri ilə, şeytanın aldatması ilə Allahın qəzəbinə düçar olmazsınız. Bu birinci yoldur ki, tez-tez Allaha zikr eləyək. Ən gözəl zikr də Əstəğfirullah Rəbbi və ətubu iləkdir. Birincisi. İkincisi budur ki, həmişə günahlarımıza nisbətdə, xətalarımıza nisbətdə, səhiflərimizə nisbətdə çalışaq inşallah tövbə və istiğfarımızı yaddan çıxartmayaq. Bəqərə surəsinin 37-ci ayəsində Allah Teala buyurur ki, tez-tez tövbə edin, Allahdan bağışlanma diləyin ki, şeytanın sizi azdırıb sizi günaha saldığı vaxtda Allahın əzabını sizdən uzaqlaşdıran tövbədir və istiğfardır. İkincisi və üçüncüsü budur ki, Yusuf surəsinin 23-cü ayəsi. Allah Teala buyurur ki, Həzrət Yusuf Peyğəmbər Züleyxanın hiləsi qarşısında və Züleyxanın o qurduğu çirkin niyyəti qarşısında Həzrət Yusuf Peyğəmbər Allaha üzünü tutdu, dedi ki, məazallah. Biri var ki, əuzubillah, Allaha sığınıram. Bəzən insanın özündən asılı olmayan günahın içinə daxil olur və oradan çıxması çətinləşir. Onda deyir, tez-tez deyin ki, əuzubillahiminəşşeytanirracim və ya deyin ki, məazallah, Yusuf Peyğəmbər kimi, ilahi də səhv elədim, böyük günahların içinə girdim. Buradan mən çıxa bilmirəm və zəif bir məxluqam. Sənsən böyük mərhəmətli Allah ki, sən bizi və məni öz pənahında saxlacınan. İnşallah Allahı zikr eləməkdən və istiğfar tövbə eləməkdən və Allahdan sığınacaq tələb eləməkdən eləyə bilərik ki, şeytandan, nəfsimizdən və şeytan simalı insanlardan özümüzü qoruyub saxlayaq. İnşallah ümidvaram ki, Allah Teala bizi öz pənahından və mərhəmətindən uzaqlaşdırmasın. Bəzi şeyləri bilməklə, əməl eləməkdən özümüzü inşallah gələn Ramazana kimi qoruyub və saxlaya bilərik. Hər birinizə duacıyam. İnşallah dualarınızda bizləri unutmayasınız. Gələn görüşlərədək və əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.